Əkizlər. Bugün hadisələr tam planlaşdırdığınız kimi getməyə bilər və bu sizi bir qədər narahat edə bilər. Səhər saatlarından etibarən planlarda dəyişikliklər etmək, bəzi işləri təxirə salmaq və gözlənilməz vəziyyətlərə uyğunlaşmaq lazım gələcək. Əvvəlcədən qurduğunuz ssenarilər işləməyəndə əsəbləşmək əvəzinə vəziyyətə daha çevik yanaşmaq sizə xeyir verəcək. Unutmayın ki, bəzən məhz planların dəyişməsi sizi daha doğru istiqamətə yönləndirir. Ümid etdiyiniz və güvəndiyiniz insanların bugün sizə dəstək ola bilməməsi məyusluq yarada bilər. Lakin bunu şəxsi qəbul etməmək vacibdir. Hər kəsin öz qayğıları və problemləri var və bu sizinlə bağlı deyil. Bugün bir çox məsələni tək başına həll etməli olacaqsınız. İlk baxışda çətin görünən tapşırıqlar belə səbr və düzgün yanaşma ilə həllini tapacaq. Əsas odur ki, tələsməyin və hər addımı düşünərək atın. Günün gedişində siz öz gücünüzə daha çox inanmağa başlayacaqsınız. Hətta əvvəllər çətin hesab etdiyiniz məsələlərin öhdəsindən gəldikcə özünüzə olan inamınız artacaq. Bu, gələcək günlər üçün də sizə motivasiya verəcək. Problemləri mərhələli şəkildə həll etmək, prioritetləri düzgün müəyyənləşdirmək sizə işlərinizi daha səmərəli qurmağa kömək edəcək. Ünsiyyət sahəsində isə bir qədər ehtiyatlı olmaq tövsiyə olunur. Xüsusilə az tanıdığınız və ya yeni tanış olduğunuz insanlarla münasibətdə məsafəni qorumaq daha doğru olar. Kimsə sizin səmimiyyətinizdən və etibarınızdan istifadə etməyə cəhd göstərə bilər. Hər deyilənə inanmaq, hər təklifə razılaşmaq bugün sizin üçün riskli ola bilər. Cəlbedici görünən təkliflər sizi aldatmasın. Xüsusilə maliyyə məsələlərində diqqətli olun. Tələsik qərarlar vermək, borc vermək və ya ciddi öhdəliklər götürmək sonradan peşmanlıq yarada bilər. Bugün riskdən uzaq durmaq, daha konservativ mövqe seçmək sizin üçün daha təhlükəsiz olacaq. Axşam saatlarında isə vəziyyət bir qədər sabitləşəcək. Gün ərzində yaşanan gərginlik azalacaq və siz özünüzü daha rahat hiss edəcəksiniz. Bu vaxtı dincəlməyə, fikirlərinizi toparlamağa və sabah üçün planlar qurmağa sərf etmək faydalı olacaq. Özünüzə zaman ayırmaq, sakit mühitdə olmaq və emosional balansı bərpa etmək sizə yeni günə daha hazırlıqlı başlamağa kömək edəcək.